İlk öncə cəminin modulu nə deməkdir? Yəni bu cəmdən kök almalıyam. Yəni kök altında A üstə gəl B. Belə deyək. İlk öncə buna ötürü mən bunu birinci verilənin hər tərəfin kvadratı yüksəldirəm. A minus B-nin mötərizə kvadratı bərabərdir 3 kök altda 5-in mötərizə kvadratı. A kvadratı çıxılsın 2AB üstə gəl B kvadratı bərabərdir 45. İndi A kvadratı plus B kvadratı çıx 2 vurulsun AB hasilimizə 9 verib. 2 vurulsun 9 bərabərdir 45. A kvadratı üstə gəl B kvadratı bərabərdir 45-in üzərinə gələcəm 18-i. O da bərabərdir 63 eləyəcək. İndi biz bunu törəmə, müxtəsər vurma düsturlarının törəməsi var idi. A üstə gəl B-nin mötərizə kvadratı çıx 2A B kimi yaza bilərik. Bərabərdir 63. A üstə gəl B-nin yenə mötərizə kvadratı çıx 2 vurulsun yenə AB hasilini 9 verir. 9 bərabərdir 63-ə. A üstə gəl B-nin mötərizə kvadratı bərabərdir 63 plus 18 eləyir. Sağa keçir toplanır. Eləyəcək 81. Deməli, A üstə gəl B-ni, B bərabər kök altında 81, o da bərabərdir 9-a. Deməli, A üstə gəl B-nin modulu olacaq 9.